Aparıcı prodüser Tarix Əliyev dünya gündəmində olan Amerikalı maliyyəçi Jeffrey Epstein ilə bağlı maraqlı paylaşım edib. Publikaz olaya istinadla xəbər verir ki, Tolik Epstein ilə süni intellekt vasitəsilə düzəltdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Lakin o daha sonra sözü gedən şəxsi tanımadığı ilə bağlı video paylaşıb. Mənə indi deyirlər, bu kimdir? TikTokda Elarizlə fotosunu gördüm, etdim. Sonra dedilər ki, uşaq qatilidir, nə işlə məşğuldur. Elə bilirəm biznesmendir, hamının da siyahıda adı çıxır. Güya zarafat etmək istədim. Ay dostlar, mənə indi deyirlər, bu kimdir? TikTokda gördüm, bunun Elarizlə şəkili var. Deyirlər ki, Elariz bu ilə şəkil çəkdirib. Mənə indi deyirlər, bu uşaq qatilidir, nə bilim, nə idi? Bu İraq olsun. Mən deyə biləm, bu biznesmen satdı, Amerikan varlı adamıdır. Hamının siyahısı çıxır orada. Mən də yalandan güyündə istədim, zarafat edeyim, süni intellektdən dostuma dedim, düzəlsin ki, mən də bu ilə varam. Bu yabırçılıq.